Birlik Uşaq Musiqi və Rəqs layihəsi çərçivəsində Yallı Festivalının qala konserti keçirilib. Elm və Təhsil Nazirliyinin elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Uşaq Fondu tərəfindən həyata keçirilən festivalın açılışında layihənin icraçı direktoru Niyaz Əliyev çıxış edərək görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. Daha sonra Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli uşaqların yaradıcılıq potensialının inkişafı və milli mənəvi dəyərlərin təbliği baxımından layihənin əhəmiyyətini vurğulayıb. Yallı festivalı çərçivəsində aprel-may ayları ərzində Bakı şəhəri, Lənkəran və Gəncə rayonları üzrə 6-14 yaş arası 350-dən çox şagirdin iştirakı ilə seçim turu keçirilib. Növbəti mərhələyə keçən 200 şagirdlə Yallı rəqsi üzrə hazırlıq məşqləri təşkil olunub. Layihənin məqsədi Bakı şəhəri və regionlarda yaşayan istedadlı uşaqların musiqi və rəqs sahəsində bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsidir. Festival çərçivəsində Şalı-Şalı, Birlik, Cəngi, Qızdar, Şəki, Qarabağ, Şirvan Yallısı kimi rəqslər nümayiş olunub.